Əziz 9-cu sinif şagirdləri, xoş gördük hər birinizi. Mən Riyaziyyat müəllimi Vüsal Əsədov. Sizlər üçün bugün 11 yanvar 9-cu sinif müstəqil qiymətləndirmə və OTK sınaq imtahanının riyaziyyat suallarının izahını verəcəm. Bilirsiniz ki, bizim hazırlıqlarımız deməli Gəncə şəhərində əyani şəkildə keçirilir. Növbəti il üçün bütün siniflər üzrə onlayn qruplar olacaq. Qruplara qeydiyyatdan keçmək üçün 051 648 54 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 5407. Keçək sualların izahına. Birinci sualda AB kvadrat. Bilirik ki, dərəcəni, işarəni tək dərəcədən təyin edirik. Burada B kvadratına baxmırıq. A sıfırdan kiçikdirsə A mənfi imiş. Hasil sıfıra bərabərdirsə vuruqlardan biri sıfırdır. Birincidə B kvadratı var idi. Bu sıfır olmamışsa, deməli B sıfır deyil burada. C sıfırdır. A mənfidir. C sıfıra bərabərdir. C sıfıra bərabərdir. C sıfırdır. Burada da A kvadratını alsaq, B də müsbətdir. Deməli, ən böyüyü B olacaq. C ortada yerləşir. A kiçikdir C, kiçikdir B-dən variant oldu. C variant. Rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmli cüt ədədin 9-a bölünməsindən alınan qalıq. Rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmli cüt ədədin 986 3 rəqəmli cüt ədədin 9-a bölünməsindən alınan qalığı tapın. 9-a bölünməsi üçün rəqəmlər cəmi 9-a bölünməlidir. Bunun rəqəmləri cəmi elədi 17, 23. 23-ü 9-a böləndə qalıq 5. Variant oldu D variant. Radiusu 8 olan çevrənin uzunluğu 2 pi-dir. Bilirik ki, çevrənin uzunluğu o da elədi 16 pi. Variant oldu C variantı. 34 nömrəli tapşırıqda burada qüvvət əməlidir. Qüvvəti qüvvətə yüksəltdikdə qüvvətlər vurulur. Bu da elədi. Əsaslar eyni olanda qüvvətlər toplanılır. A üstü 10. Variant oldu B variantı. 35 nömrəli tapşırıqda ABC bərabər tərəfli üçbucağının BC tərəfi üzərində D nöqtəsi qeyd olunmuşdur. ABC-də BC tərəfi üzərində D nöqtəsi qeyd olunmuşdur. Bu üçbucağın AB tərəfi ilə 20 dərəcəli bucaq əmələ gətirən AD parçası çəkilmişdir. AB tərəfi bura 20-dirsə, bura 40 dərəcə qaldı. Bərabər tərəfli üçbucağın bütün bucaqları bilirik ki, 60 dərəcədir. 20 dərəcə bucaq əmələ gətirən AD parçası və BH hündürlüyü ilə K nöqtəsində kəsişir. Buradan da BH hündürlüyü çəkirəm. K nöqtəsində kəsişir. AKB bucağını tapın bizdən. Bilirik ki, bura oldu 30 dərəcə, təm böləndi 30, 20, 30, 50, bura qaldı 130 dərəcə. Bizdən soruşur AKB bucağı 130 dərəcə. 36 nömrəli tapşırıqda kub açılışıdır uşaqlar. Bu 4x kvadratının kubudur. Çıxılsın 3y-in kubudur. Bərabərdir. Eləyir birinci A çıx B 4x kvadratı çıx 3y vurulsun. Variant olacaq C variantı. Vurulsun AB 12x kvadratı y üzərinə gəlsin 9y kvadratı. 37 nömrəli tapşırıqda kəsişmə bilirik ki, ortaq elementlər deməkdir. 6 var, 6 var, 7 var, 5 də var. 5, 6, 7. Kəsişməsi 3 dənədir. C variantı. 38 nömrəli tapşırıqda A-nın hansı qiymətində kəsirin mənası yoxdur? Mənası olmaması üçün bilirik ki, müsbət qiymətdir. Məxrəc 0 olmalıdır. Buradan A-nın mötərizə xaricinə çıxarsaq, A-nın 0, A-nın 2. Müsbət qiyməti dediyinə görə 2. 39 nömrəli tapşırıqda cüt dərəcəli kök altında mənfi hərf varsa, deməli A mənfi imiş. A mənfi imiş. Bundan nə çıxır? 32-ni yaza bilərik ki, mənfi 2 vur, 16 vur, A kvadratı vur A. Buradan nə çıxır? 4 modulda 4A, kökün altında mənfi 2A. A mənfi olduğuna görə mənfi ədədin modulundan mənfisi çıxır. Mənfi 4A kök altında mənfi 2A. Variant oldu Y variantı. 40 nömrəli tapşırıqda meyvə qurudulduqda kütləsinin 60%-ni itirir. 60%-i itirirsə qalır 40%. 12 kiloqram meyvə qurusu. Deməli 40%-i 12-dirsə 100%-i də X-dir. Alt-alta ixtisar eləyə bilərik.
Buradan 2x bərabərdir 60-a, x bərabər 30-a. Variant oldu. A variantı. Fərqi 46 olan qonşu bucaqların bilirik ki, cəmi 180-dir. Fərqi də 46-dır. Tərəf-tərəfə toplasaq 2x bərabərdir 226, x bərabərdir 113. Kiçiyini soruşur bizdən 67 dərəcə. Variant oldu Y variantı. Yan tərəfi 5 olan bərabəryanlı trapesiyanın oturacaqları 6, 12'dir. Hündürlüyü tapın. 2 hündürlüyün ikisini de indiririk. Bura 6'dır. 12'nin 6'sı getdi. Bura 3 qalır. Bura 3 qalır. Bu h-dır. H-in kvadratı üstə gəlir. 3'in kvadratı bərabər 5'in. Buradan h-ı 4 tapırıq. 43 nömrəli tapşırıqda A-4 vurulsun. A plus 4 bölünsün. A plus 4'ün kvadratı vurulsun 4 plus A bölünsün. 2'ni mötərizə xaricinə çıxarsaq 4 minus. Bunlar getdi. Bununla bu ixtisar gedir. Mənfi şarası qalır. Mənfi 2'də 1. Bu da elədir mənfi 0.5 D variantı. 44 nömrəli tapşırıqda dövrdə 3 3'də 1'dir. Üzərinə gəlsin 1 tam 3'də 1. Üzərinə gəlsin 2 tam 3'də 1. Bu da elədir 2 ilə 1 3. 3 tam 3'də 3 4. Variant oldu B variantı. Fərq azalandan A vahid kiçik olarsa. Fərq azalandan A vahid kiçik olarsa. Yəni fərq x-dirsə, azalandan A kiçikdirsə x plus A. Azalan, çıxılan fərq. Deməli, azalan, çıxılan fərq. Buradan biz çıxılanı tapanda azalandan fərqi çıxıram. Bərabərdir. Azalan. Fərq azalandan A vahid. Deməli, azalanımız x plus A-dır. Çıxıram x-i elədi A. Çıxılanımız oldu A. 46 nömrəli tapşırıqda burada deməli x minus y soruşur bizdən. X minus y soruşur bizdən. Biz 3x çıxılsın 2y bərabərdir 12. 2x plus 3y bərabərdir mənfi 5. Yuxarını biz 3'ə vursaq, aşağını 2'yə vursaq, tərəf-tərəfə toplasaq, 9x, 6x də 15x bərabərdir. Deməli, 36. Bizdən nəyi soruşur? X minus y soruşur. Düzdür? Yuxarını 3'ə vurub və yaxud belə eləmək olar. Yuxarını 3'ə vursaq, buradan yazıram. 3x minus 2y bərabərdir 12. 2x plus 3y bərabərdir mənfi 5'ə. Bizdən x minus y soruşur. Yuxarını vursaq 3'ə, aşağını vursaq 2'yə. 9x. Buradan 15x yox, 13x edir. 13x bərabər 26, x bərabər 2. X'imiz 2'dirsə, 2'ni yerinə yazsaq, 2'ni burada yerinə yazsaq, olacaq 4 üstə gəlinsin. 3y bərabərdir mənfi 5'ə. 3y bərabərdir mənfi 9'a. Y bərabərdir mənfi 3'ə. X minus y soruşur. 2 çıxılsın mənfi 3, o da elədir 5. Variant oldu 5. 47 nömrəli tapşırıqda tərəfləri 4-6 olan paralleqramın perimetri tərəfi A olan rombun perimetrinə bərabərdir. Paralleqramın perimetri 2 vurulsun 4 plus 6'dır. Bərabərdir. Bu elədir 20. Rombun perimetri 4'a 20'dirsə A'mız 5'dir. Sonra 48 nömrəli tapşırıqda kvadratlar fərqidir. Bir dəfə minus, bir dəfə plus. Plusu eləyir 4051, minusu eləyir 1. Bölünsün 4051. Üstə gəlinsin. Plusu eləyir 4049, minusu eləyir 1. Bunlar ixtisar getdi. Qaldı 1 üstə gəl, 1 elədi 2. 49 nömrəli tapşırıqda m-imiz 0,25'dir. Yəni m-imiz 4'də 1'dir. 256 bilirik ki 2 üstü deməli 8'dir. Bu elədir 2 üstü 24 m. Üzərinə gəlinsin. 2 üstü mənfi 4 m. 24'ü 4'də 1'ə vuranda 2 üstü 6 üzərinə gəlinsin. 2 üstü mənfi 1. Bu da elədir. 2 üstü 6'mız 64. Üstə gəl 0,5 64,5. Bir də baxaq. M-imiz 4'də 1'dir. 256'mız 2 üstü 8'dir.
Elədi 2 üstü 24'ü. 2 üstü 2'dir 4. 2 üstü mənfi 4'ü. M'in yerinə 4'də 1 yazanda eləyir 2 üstü 6. Üstə gəlsin 2 üstü mənfi 1. Bəli. 64 onda 1. Toxunanı soruşur. X'dir, AC 4'dür, CD'miz 5'dir. Bilirik ki, toxunanın kvadratı bərabər 4 vurulsun 4 plus 5. X'in kvadratı bərabərdir 36, X bərabərdir 6. Cavab oldu 6. 51 nömrəli tapşırıqda A-nı 3K götürürəm, B-ni 5K götürürəm. 5K bölünsün 2K. O da elədi 2 onda 5. 52 nömrəli tapşırıqda romdursa, romun diagonalları təm böləndir. C bucağı 2x plus 10'dursa, C A-ya bərabərdir, qarşı bucaqlar bərabərdir. Buradan x'imiz bərabərdir 20'yə. Onda bucağımız oldu 50 dərəcə. Bucaq B'miz oldu. Bizdən soruşur A, B, D-ni soruşur. Alfanı. Bucaq B'miz oldu 130 dərəcə. Diagonal yarıya bölür deyə bucaq A, B, D'miz oldu 65 dərəcə. Təm böləndi diagonal. 53 nömrəli tapşırıqda ABC düzbucaqlı üç bucağında AC tərəfi üzərində D nöqtəsi qeyd olunmuşdur. AB'miz 11'dir. BC'miz köşkdə 21'dir. AD'miz 8'dir. BD'ni soruşur. Bura mən əvvəlcə bir x deyirəm. X'in kvadratı üstə gəlsin. Köşkdə 21'in kvadratı bərabərdir 11'in kvadratı. X'i buradan 10 tapdıq. 10'sa bura qaldı 2. Onda BD'nin kvadratı bərabərdir 2'nin kvadratı plus kök 21'in kvadratı. BD bərabərdir. Burada qaldı 5. Deməli bizdən BD'ni soruşur. Cavab oldu 5. 54 nömrəli. Cəmi 77 olan 3 ədədin ikincisi 1, 2, 3. İkinci ədəd birincidən 3 dəfə böyük. Birinci x isə bu oldu 3x. İkinci ədəd birinci. Üçüncü ədəddən isə 7 vahid kiçikdirsə, onda üçüncü ədəd bundan 7 vahid böyükdür. 77. 7x bərabərdir 70'ə. 77'dən 7 çıxanda x 10'dur. Birinci ədədim oldu 10, ikinci ədədim oldu 30, üçüncü ədədim oldu 37. Bu ədədlərin hasilini istəyir. 300 vurulsun 37. Bu da elədir 111. Arxasında da 11100. 37'nin 3'ə vuranda eləyir 111. Arxasında da 11100. 55 nömrəli tapşırığa baxıram. ABC çoxluqlarında ilk 120 natural ədəddən uyğun olaraq 3'ə, 4'ə və 5'ə qalıqsız bölünən natural ədədlərin çoxluğu olarsa, ştrixlanmış hissədə olan ədədlərin sayını tap. Deməli, A 3'ə bölünəndir. A 3'ə bölünən. B 4'ə bölünəndir. C 5'ə bölünəndir. Bizə lazımdır. 3'ə 4'ə bölünən deməli, əvvəlcə biz hər üçünə bölünənlərin sayını tapsaq, NA, yəni kəsişməsi 12'ə bölünənlərdir. Hər üçünə bölünəni tapsaq, 120 natural ədədlər içərisində 12'ə bölünənlərin sayını biz tapıram. 12'ə bölünənlərin sayı 120'dən say üstünə çıxıram 12'ni. Bölürəm 12'ə üzərinə 1 gəlirəm. Elədir 10 dənə. Hər üçündə 10 dənədir. 10 dənə hər üçündə var. Ortaq 10 dənədir. İndi bizə A ilə B-də 3'ə 4'ə bölünənlərin sayı 3'ə 4'ə bir dəqiqə deməli 3'ə 4'ə 5'ə bölünən bağışlayın burada 3 4 60 idi. Bağışlayın burada 60 idi. 60 idi. 3'ünə də bölünən 60'dır. 60'dır. 60'a bölünən 2 dənədir. Bunların kəsişməsi 2 dənədir. Bura orta 2 dənədir. 3'ə 4'ə bölünən, 3 ilə 4'ün kəsişməsində bölünən, 12'yə bölünən. Bu 10 dənədir, bayaq tapdıq. Ondan ikisini çıxıram, qaldı ştrixlanmış hissəyə 8 dənə. Oldu uşaqlar, hər birinizə uğurlar arzulayıram. İnşallah hər kəs yaxşı nəticə göstərib.